Satışda olan ən ucuz 6 qarajlı 3 otaqlı həyət evini sizə çəkib təqdim edirəm. Yerləşməsi idealdır, Masazırda Cantəpədə yerləşir. 20 yanvar hərəkət edən 142 nömrəli marşrut yolunun 300 metrliyindədir. Belə bir xarici görünüşə sahibdir dəyərli izləyicilər. Burada bir neçə ev var idi. Son olaraq bu qarajlardan ikisi qalır. Gəlib əldə edə bilərsiniz. Belə bir fasad görünüşünə sahibdir. 40-ın 40-a təməl üzərində inşa olunub. Mərtəbənin yekunda da beton kəmər atılıb. Bu gördüyünüz hissələr yuyulmuş hissələrdir. Bu hissəyə maşın daxil olacaq. Digər hissələrdə isə deməli ehtiyat otaqlardan ibarətdir dəyərli izləyicilər. Bura mətbəxin alt hissəsidir. Daha sonra burası sanuzeldir. Sistem tam olaraq çəkilib. Sadəcə aksesuarı yığmağa ehtiyac olacaq. Rahatlıqla əlavə əşyalarınızı bu hissələri yığa biləcəksiniz. Belə bir deməli alt hissə ehtiyat otaqlara sahibdir. Evin sənədi küçə çıxarış tam mülkiyyətdir. Masazırda Cantəpədə yerləşir. Kombo aparatı burada quraşdırılacaq. Görürsünüz, traf xətti burada döşənilib. Cantəpə ərazisi Masazırın ən hündür ərazisidir. Həmçinin rütubətin qətiyyən olmadığı bir ərazidir. Ərazini bilənlər bilir. Evin xarici görünüşü belədir. Yan tərəfdə də var idi, artıq o satılıb. Yaşayış var. Ümumilikdə 140 kvadrat metrdən ibarətdir evin sahəsi. 1.3 sotda inşa olunub. Sənədi küçə çıxarışlı, bir daha xatırlatmalıyım. Əla təmirə sahibdir. Evin bir mərtəbəsi 75 kvadrat metrdən ibarətdir. Ümumilikdə 150 kvadratdır. Daha əvvəl verdiyim informasiyaya düzəliş edeyim. Bura mətbəx sahəsidir, hörmətli izləyicilər. Solda mətbəx sahəsi yerləşir, sağda evin zal hissəsi yerləşir. Möhtəşəm təmirə sahibli, ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. Məktəbi bağçası, yaşayış obyektləri hər biri piyada məsafədədir. Səliqəli formada təmir olunmuş evdir. İşıqlandırmada görürsünüz, spotlar, gizli işıqlardan istifadə olunub. Həmçinin çılçıraq yerləri nəzərdə tutulub. Cantəpə ərazisi Masazırın ən hündür ərazisidir və bu əraziyə gəlmək üçün deməli Masazırın daxilinə keçid almaq lazım deyil. Xırdalan dairəsinin üzü Binəqədi tərəfə hərəkət etdikdə Baş Dövlət Yol Polisi İdarəsinin keçəndən sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə İdarəsi mövcud həmin idarənin yanına sol hissəyə dönürsünüz. Birbaşa gəlir Cantəpə ərazisini. 142 nömrəli marşrut 20 yanvara hərəkət edir. Həmin marşrut yolunun 300 metrliyində yerləşir bu ev. Sənədi küçədə qazı su işığı fasiləsizdir, kommunalları mövcuddur. Bir daha xatırlatmayayım, mərkəzi kanalizasiya var. Evimizin qiyməti 69.500 manatdır. Və real alıcıları qeyd edeyim ki, razılaşmaq olacaq, alıcılarla razılaşma olacaq. Bu hissədən dama çıxış qoyulub. Daha ətraflı məlumat üçün evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.